Herkese salam dostlar, necəsiz? Bugün car parkingdə maşın yığılmağı öyrətəcəm. Dostlar, Tofaşı seçmişəm. Tofaşı yığmağı öyrətəcəm birinci. Garaja vururuq. Burada baxın dostlar, araba güncəlləməyə vururuq. Spansiyon, yəni ayar vermək istəyirsinizsə, prujinlərin düzəltmək istəyirsinizsə, vurub baxın, misal üçün mən belə bir ayar düzəltdim özümə. Ya da ki, bir dəqiqə sıfırlayaq. Bunu belə, bunu da belə. Aha, dostlar. Deməli. Baxın, mən misal üçün belə bir süspansiyon ayarı verdim. Dış dizaynına vuranda rəngləmə gəlir. Mən ağ rəng etmək istəyirəm. Ağ rəng etdik. Çıxartmalar. Baxın, buradan ileri gidirsiniz. Yəni, nömrə vurmaq istəyirsiniz. Tutaq ki. Baxın, burada, dostlar, mənim vurduğum yerlər var. Bayraqların yanında plaka. Plakalara gəldiyin. Misal üçün, mən bu nömrə vurdum. Arxaya. Arxasında misal üçün bu nömrə var. Qabaq şüşəyə nömrə vurmaq istəyirsiniz. Dış dizayna təzələn gidirik. Çıxartmalar. Vücut parçaları, bayraqlar, plaka çıkartmaları, çakar ışıkları, polis ışıkları, cam bilgileri. Aha. Geldik bura dostlar. Vurursunuz bir tane bununla. Bakın bununla döndürürük. O döndürmən işarəsiyle. Biraz bunu biraz böyle. Aha dostlar. Geldik. Şimdi bakın burada T hərfinə vururuq. Üstünə vururuq. Misal üçün o həmin nömrəni buraya yazırıq. 99 DD 999. Dostlar, qara rəngə edirsiniz bunu. Aha. Belə edirik dostlar. Vurduq. Aha. Dostlar, deməli bunu belə elədik. Dostlar, bir saniye gözlətəcəm sizi, özürlü sayın. Aha, gəldim dostlar. Sticker da bırak üstüne. Sticker koyaq. Neyse bakalım dostlar, bir dakika çıxıb təzələyək. Her neyse. Maşının rengini değiştireyim. Bakın burada dostlar ağ bir işaret var. Bunu vurursunuz. Onu eləyib vurursunuz. Tezindən maşın öz rənginə, öz verildiyi rəngi qırdır. Ağırlık mərkəzi başqa şeydir dostlar. Məsələn, düzəltmək istəyirsiniz. Burada ayarlama var dostlar. Ayarlamayı vurursunuz. Mən misal üçün 5000'lik motor alıram. Satın alalım oradan və gəldi. Dostlar, yəni bu şəkildə maşını düzəltmək olar. Şimdi isə başlayaq. Tek oyuncu, şehirli, otoyol var, çöl var, dağ var, yarış, şehir, offroad, evləri satın alırsınız. Mən şehri seçirəm, şehir mənə uyğundur. Siz ana istəsəniz seçə bilərsiniz. Dostlar, eğer No 7'nin yığılması videosu istəyirsinizsə, bu videoya 50 like gəlsin. No 7'ye yığılma videosu atacağım. Açılmasını gözləyirik. Açılar. Dostlar, açılsa yaxşı olar. Aha. Heh, açıldı. Açıl, susam açıl. Aha, geldi. Bakın dostlar, bunu böyle yığdıq. Bakın sese. Motoru biraz gücləşdirdim axı. 5000'lik motor aldım ve sesi değişti. Yəni dostlar, bu şəkildə siz maşını düzəldə bilərsiniz.
Zəhmət olmasa şərhdə əlavə edərik. Dostlar, 50 like-da dediyim kimi 07 yığılma videosu gələcək. Əgər maşın hədiyyəsi istəyirsinizsə, yəni qırmızı BMW var məndə. Onu sizə verə bilərəm dostlar. Bu videoya 50 like gəlsə, həm 07 video satacağım, həm 07 videosunda isə sizə maşın hədiyyə edəcəm. ID bizi yazarsınız və mən sizə maşın hədiyyə edəcəm. Takas deyil amma dostlar, gidəcəm maşın bazarına gələrsiniz. Maşın bazarında verəcəm 1'e. 1 yazacağım, 1'e alarsınız. Zəhmət olmasa. Yəni takas eləmək istəyirsinizsə elə bir maşın seçin ki, yəni baxın da siz bilirsiniz. Dostlar, mən də hələ belə gezirəm ağzım üçün, yəni bilmirəm. Yəni gördüyünüz kimi dostlar, belə yığılıb sürülə bilər. Baxın dostlar, buraya gələcəyik maşın bazarına. Maşın bazarında mən qoyacağam bunu 1'e, siz də alacaqsınız. Təbii almaq istəsəniz. Mən bunu yox, qırmızı rəngi bir dənə BMW var. Onu satacağım. Bu deyir, bedava arabanızı satamazsınız. Çünki ilk maşın da bu. Oyunda təzə başlayanda verilən maşın budur. Onun üçün bu da bizə deyir ki, ilk satılan bedava verilən arabanızı satamazsınız. Aha dostlar. Dostlar, bu arada başka hansı videolar istəyirsiniz? Mən elə belə Carpark yatıran Brawl Stars ata bilərəm istəsəniz. Yəni istədiyiniz bir oyun adı deyin, o oyun gəlsin. Təbii şərtlər də var. Kanala abunə olub like atmaq. Aha dostlar.